Zamanında bunu öğrenmək üçün mentoruma tam 3000 manat ödəniş eləmişdim, amma indi sizə bunu ödənişsiz deyəcəyəm. Bir zamanlar mən mentorumun yanına bu sorğu ilə müraciət eləmişdim ki, bəs mən niyə yaxşı qazana bilmirəm? İstədiyim qədər pul gəlmir mənə, istədiyim qədər satış eləyə bilmirəm. Və bu sualla gəldiyim mentorum mənə belə bir cavab vermişdi. Diqqətlə dinləyin, çünki bu bütün həyatınızı dəyişə biləcək məlumatdır. Ki, mənim də həyatımı zamanında dəyişmişdi. Mənə dedi ki, sənə pul gəlməsi üçün sadəcə ağzını açmalısan və satış eləməlisən. Öz məhsullarını, xidmətlərini təklif eləyə bilməlisən. Sənə nə qədər pul lazımdırsa, onu bildirə bilməlisən. Bunun üçünsə sənin dəf etməli olduğun tək duyğu, tək proqram rədd edilmə duyğusudur. Nə qədər ki, rədd edilməkdən, yox cavabı almaqdan qorxursan, o qədər də çox sən pul itirirsən, davamlı və kimlər ki, yaxşı pul qazanır, onlara bax demişdi mənə. Bax, onlar nə qədər yox cavabı alsalar da, yenə hər cavabı almış kimi hiss edirlər. Yenə davam edirlər, üzülmürlər, məyus olmurlar, yerlərində saymırlar. Bir nəfər yox dedi, 2 nəfər yox dedi, 100 nəfər yox dedi. Bu o deməkdir ki, hər cavabına mən daha çox yaxınlaşıram. Onlar belə düşünürlər və zəngin insan dediyiniz o varlıqlı insan, yaxşı qazana bilən, böyük işlər qura bilən insanlar bilirsiniz kimdir? Rədd cavabı almaqdan qorxmayanlar. Çünki onlar çox yaxşı bilirlər ki, 10 dənə, 20 dənə rədd cavabı almaq hər cavabına daha çox yaxınlaşıram deməkdir. Və buna tab gətirə bilmək üçün sən rədd edilmə proqramını yenməlisən. Nə qədər ki, uşaq vaxtı sən, atan ya da anan sən nəsə istəyəndə sənə yox deyib, ya da səni davamlı rədd edib, sənə soyuq davranıb, o qədər də sən 18 yaşdan sonra da bu duyğunu davam elətdirəcəksən. Mən də sizlər kimi idim. Uşaq vaxtı atam xüsusilə də mənə çox yox deyirdi, məni çox rədd edirdi, mənə qarşı çox soyuq davranırdı deyə mən də böyüdükdən sonra rədd edilməkdən çox qorxurdum, yox cavabı almaqdan, insanların məni bəyənməməsindən və s. Amma bunun üzərində işlədikdən sonra mən daha aydın, açıq şəkildə özümü ifadə edə bilməyə başladım və əlbəttə ki, gəlirlərim də çox artdı. Rədd edilmə duyğusunu isə biz yalnız və yalnız şüuraltıda yenidən proqramlama eləyərək işləyə bilərik. Bunu necə işləyə biləcəyinizi soruşursunuzsa isə mən aşağıda açıqlama bölməsində yazmışam və bir kod da qoymuşam. Həmin kodu rəylərdə yazmaqla siz də geniş şəkildə bu proqramı və daha çoxunu öz daxili aləminizdə, şüuraltınızda işləyib, məsələn, artıq kökündən həll edib öz güvənli şəkildə istər müdirinizin yanına gedib daha çox maaş istəyə bilərsiniz, istərsə də həyatınızı öz güvənli şəkildə rədd edilməkdən qorxmadan istədiyiniz gəlirlərə uyğun qurmağa başlaya bilərsiniz.